Sinənin üstü məşqini işləyən zaman uşaqlar diqqət eləməli olduğumuz məqam aşağı düşərkən dirsəklərin aralı yox, dirsəklərin kürəyə yaxın düşürməsidir. Yəni bu nə deməkdir? Məsələn, mən sinənin üstü işləyirəm. Bunu tutmuşam ştanqını, belə düşmək yox, bunu belə düşmək lazımdır və belə də sıxmaq lazımdır ki, sənin ciyin vətərlərin zədələnməsin. Şimdi bu praktik olaraq göstərirəm. Baxın. Bax. Götürdük və başladı. Hop. 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 Dirənənə qədər işləmək lazımdır ki, əzələlərimiz istədiyimiz gərginliyi, naquskanı götürsün. Baxsın.